Hamiləlikdə cinsi əlaqə olarmı? AKOK-un elmi tövsiyələrinə görə normal və sağlam hamiləliklərdə cinsi əlaqə təhlükəsizdir. Səbəbi isə budur. Döl uşaqlığın güclü əzələ divarı və amniotik maye ilə qorunur. Serviks isə sevik tıxacı ilə bağlıdır və bu infeksiyaya qarşı əlavə baryer yaradır. Araşdırmalar göstərir ki, cinsi əlaqə erkən doğuş, düşük və ya dölün inkişaf qüsurlarının artması riski ilə əlaqəli deyil. Əksinə, yaxınlıq emosional bağlılığı gücləndirir və psixoloji rifahı artıra bilər. Lakin bəzi hallarda cinsi əlaqədən çəkinmək lazımdır. Plasenta previa və ya plasentanın aşağı yerləşməsi, təkrarlayan vaginal qan axmalar, servikal yetməzlik və ya döl qişalarının vaxtından əvvəl açılması, həkim tərəfindən erkən doğuş riski qoyulması. Əgər bu risklər yoxdursa, hamiləlik boyunca cinsi əlaqə həm ana, həm də körpə üçün təhlükəsiz hesab olunur. Unutmayın, hər hamiləlik fərqlidir. Buna görə də ən doğru məsləhət üçün mütləq öz ginekoloqunuzla məsləhətləşin.